Axşamınız xeyir. Bir maddə miqdarının ətraflılarının məsələlərini bir izah edirəm. Birinci məsələ. Qaz qarışığının tərkibi bizə verib SO2, bir də CH4. Qarışığın bundan ibarətdir. Qazların kütləsi A qram, A qram. Bu o deməkdir ki, hər bir qazın kütləsi bərabərdir. Qarışıqda bir-birinə bərabərdir. SO2 64 qramdır. CH4'ün molyar kütləsi 16 qramdır. İndi bu nə deməkdir? Biz eyni kütləyə gətirmək üçün mütləq CH4'ə əmsal vurmalıyıq. 64 ilə 16-ya əkov tapırıq. O da eləyir 64. Deməli SO2 1 mol götürülür, CH4 4 mol. Demək ki, mənim qarışığım 1 mol SO2-dən 4 mol CH4-dən ibarətdir. Bunu şərtə görə tapdıq. Və qaz qarışığının orta molyar kütləsini deyir tapın. Orta molyar kütləsi nəyə bərabərdir? Molu vururam molyar kütləsinə. 1 vur 64 üstə gəl 4 vur 16. Bölünsün 1 üstə gəl 4. 64 eləyir 128. 128-i də 5-ə bölürəm. Eləyir 25,6. Bu oldu qaz qarışığımın molyar kütləsi. Orta molyar kütləsi. Sonra 1'i tapdıq və deyir ki, qaz qarışığında metanın mol payını hesablayın. Qaz qarışığı 1 mol budur, 4 mol da budur. Qarışıq cəmi neçə moldur? 5 mol. Onda yazıram 5 mol qarışıq, yəni 100%'dir. Metanı soruşur. Metan da 4 moldur. 4 mol da x%. O da eləyəcək 80%. Bu da ikinci. Elə bilirəm çətin olmadı. İkinci məsələ. 4 mol ammonyakın qızdırılması zamanı. Ammonyakın qızdırılması zamanı nə baş verib? Parçalanıb. N2 və H2. Birinci işim reaksiyanı yazmaq. İkinci işim reaksiyanı yazan kimi əmsallaşdırmaq. Ammonyak götürülüb 4 mol. 4 mol götürüləndir. Və onun 20%-i parçalanıb. Yəni 4 molun 20%-i parçalanıb. Mən neynirəm? 4'ün 20%'ini tapıram. 4'ü vururam %20'yə. O da eləyir 0,8 mol. 0,8 mol NH3 neyniyib? Parçalanıb. Alınan qaz qarışığının ümumi mol sayını tapın. Ammonyak 4 mol götürülmüşdü. Onun 0,8'i parçalanmışdır. 3,2'si neyniyib? 3,2 mol NH3 artıq qalıb, parçalanmayıb. Mənim alınan qaz qarışığım artıq qalan NH3-dən bir də reaksiyadan alınan azot və hidrogendən ibarətdir. Reaksiyaya baxıram ki, 2 mol NH3 parçalananda nə qədər azot alınır? 1 mol azot alınır. Bəs 0,8 mol NH3 parçalananda nə qədər azot alınır? O da eləyir 0,4 mol. Bu oldu azot. Hidrogeni tapıram. 2 mol NH3 parçalananda 3 mol hidrogen alınır. 0,8'dən nə qədər alınacaq? X mol. O da eləyir 1,2 mol. Bu da elədi H2. İndi mənim qaz qarışığım nədən ibarətdir? 3,2 mol reaksiyaya girməyən ammonyak, 0,4 mol reaksiyadan alınan azot və 1,2 mol reaksiyadan alınan hidrogen. Toplayıram 1,6, o da 2,2, 4,8. Mənim qarışığım 4,8'dir. Və alınan azotun kütləsi. Alınan azot 0,4 moldur. Onu bildim. İndi kütləsini nətər tapacağım? 0,4 molu vuracam 28'ə. O da eləyəcək 11,2 qram. Və salam. Bu da oldu ikincinin həlli. Sonra üçüncüyə baxırıq. Bizə verib 2x üstə gəl 13O2 alınır 8CO2 və 10H2O. Mən bilirəm ki, sağla solda atom sayı bərabərdir. Ona əsasən X-in formulunu tapacam. 2 mol alınıb X.
Baxıram, solda oksigen elementi var, sağda karbon, oksigen, hidrogen. Deməli, karbon, hidrogen X-in tərkibindədir. Bunu bildim. Karbon sağ tərəfdə 8-dir. Solda əmsal 2-dir. Onda indeks neçədir? 4. Hidrogenin sayı 10 vur 2, 20-dir. 20 atom hidrogen var. Əmsal 2 olduğuna görə hidrogenə yazıram 10. Oksigeni sayıram. Bəlkə bunun içində oksigen də var. Bu tərəfdə 26 oksigen var. Bu tərəfdə 8 vur 2, 16 üstə gəl. 10 vur 1, 10. Elədi 26 bərabərdir. Demək ki, bunun içərisində oksigen yoxdur. Və alınan qazın, X qazının kimyəvi formulu budur. C4H10. Havaya görə nisbi sıxlığı. D, hava. Neynəməliyəm? C4H10-un emerini bölməliyəm havanın emerinə. O da eləyir 2. Vəssalam. Sonra burada 4-də, 4-cünü deyirəm. Qrafikə əsasən kimyəvi reaksiyaların tənliyini tərtib edin. Qrafikdə baxıram ki, D maddəsi ilə C maddəsi artıb. Deməli, bunlar alınan maddədir. A ilə B azalıb. Deməli, A üstə gəl B. Bu daxil olub. C üstə gəl D. Bu isə alınıb. A 10 moldan, yox, A 12 moldan 6 mola azalıb. 12-dən 6-ya düşüb. Deməli, neçə mol alınıb? Daxil olub 6 mol. Mən sizə qrafiki çəkeyim. Aha. Çəkdik bunu. Bu kütlənin zamandan asılılığıdır. Baxıram ki, A 12-dən 6-ya düşüb. Deməli, 6 qram A daxil olub. 12-dən 6-ya düşüb. 6 qram A daxil olub. Sonra B 10-dan 0-a düşüb. 10-dan 0-a düşüb. Deməli, 10 qram B daxil olub. C 0-dan X-a qalxıb. Deməli, X qram C daxil olub. D isə 0-dan 12-yə qalxıb. Deməli, 12 qram D daxil olub. Biz də bilirik ki, daxil olan kütlələrin cəmi alınanın kütləsinə bərabərdir. 16 daxil olubsa, X üstə gəl 12. X eləyir 4 qram. Deməli, 4 qram C-nin kütləsidir. Bizdən deyir ki, reaksiyanın tənliyini tərtib edin, etdik. Və X-i müəyyən edin. Etdik 4 qram. Sonra X qazının molyar kütləsini və qarışığın orta molyar kütləsini müəyyən edin. Qarışığın tərkibi mənə nə verib? NO2, bir də X. 5-ci məsələdir. Qazların kütlələri 9,2 qram, bu da 4,8 qram. Bu ayrı-ayrıdır. Qarışıqdakı molekul sayını isə ümumi verib. 3,1 vur 23. İndi mən birinci işim tapmaqdır ki, 3,1 neçə moldur? 3,1 X moldur. 6,2 molekuldakı 1 moldur. X eləyir 0,5 mol. Deməli, qarışıqda cəmi 0,5 mol qaz var. Və mənə məlum olan qaz NO2-dir. 9,2 qram. İndi mən tapıram ki, 9,2 qram NO2 neçə moldur? Yazıram. 9,2 qram NO2 X moldur. NO2-nin molyar kütləsi də 46-dır. 46 qram da 1 moldur. X eləyir 0,2 mol. İndi baxın, onda 5 molun 0,2 molu NO2-dir. Onda X nə qədər eləyir? X eləyir 0,3. Onda 5-in, onda 2-si NO2-dirsə, deməli yerdə qalan onda 3 də X-dir. X-in kütləsi də mənə məlumdur. 4,8 verib. Qarışıqdakı kütləsini. Qarışıqda da tapdıq ki, onda 3 mol X var. Deməli, onda 3 mol X 4,8 qramdır. 1 mol isə X qramdır. O da eləyir 16 qram. Deməli, mən nəyi tapdım? X-in molyar kütləsini tapdım. 1. İndi deyir, qaz qarışığının orta molyar kütləsini müəyyən edin. Qaz qarışığının orta molyar kütləsini mən 2 cür tapa bilərəm. Birinci asan yol nədir? Qarışığım 9,2, bir də 4,8. 13, 14 qramdır. Düzdürmü? 9 ilə 4, 13, 12 ilə 18 də 1, 14 qramdır. Bu, qarışığımın kütləsidir, mənə verilən.
9,2-dən 4,8-i topladım. Və qarışığım neçə moldu? 10,5 mol. 14 qram 10,5 moldu. Molyar kütlə isə 1 molun kütləsidir. 1 molda x qram eləyir. O da eləyəcək 28 qram. Qaz qarışığımın molyar kütləsi oldu 28 qram. Bu rahat yoldur, tapdım. İkinci yolumuz hansıdır? İkinci yolumuz belədir. Baxın, 10-2-nin 10-3-ə nisbətindədir. Nə edirəm? Bir dəqiqə buranı silək. 0,2-ni vururam 46-ya, NO2-nin emerinə. 10-3-ü də vururam x-in emerinə, 16-ya. Bölürəm 10-2 ilə 10-3-ün cəminə, 10-5-ə. Oradan yenə eyni şeyi tapacam. Tapacam 28. Bu düsturla idi, M ortanın düsturu ilə. Amma bu isə daha rahat yolda elə bilirəm. Sonra 6-cı məsələ. 6-cı məsələmiz çox asandır. Qarışıq H2-dir, O2-dir. Mol miqdarı H2 2 moldur, O2 3 moldur. Orta molyar kütləniz tapın. Orta molyar kütləni nətər tapacam? 2 vur 2 üstə gəl, 3 vur 32, böl molların cəmi 2 üstə gəl 3. 96, 400, 100-ü də 5-ə böləndə eləyir 20. Orta molyar kütləni tapdım. Qarışığın hidrogenə görə nisbi sıxlığı DH2. Tapdığım orta molyar kütləni 2-yə bölürəm. Eləyir 10. Bu oldu 6-cı məsələ. Sonra gəlir 7-ci məsələ. Bizə nə verib? X2O5. Bir molekulun, bir ədəd molekulun kütləsi. Bir molekulun kütləsi verib 142 böl NA. Nisbi molekul kütləsi. Nisbi molekul kütləsi nə qədər molekulun kütləsidir? Əlbəttə ki, NA sayda molekulun kütləsidir. Yəni 6,2. NA sayda molekulun kütləsi də A-dır. Buradan A bərabərdir 142-yə. A-nı tapdıq. Və mənə deyir, X elementin nisbi molekul kütləsini hesabla. Bu daha rahatdır. Bunun emerini hesablayıram. 2x üstə gəl 16 vur 5 bərabərdir 142. Oradan x eləyir 31. Bu da ikincidir, tapdıq. Sonra 8-ə baxırıq. 8-də qaz qarışığı H2 və T2. Həcmləri V nə deməkdir? Eyni həcmdədir. Hidrogenə görə nisbi sıxlıq soruşur. D, H2. Bir də helyuma görə, D helyum. Mənim birinci işim nəyi tapmaqdır? M ortanı. Həcm eyni verdiyinə görə mən onu eyni molda götürürəm. Və M ortanı tapıram, molyar kütləni. 1 vur 2 qram üstə gəl. Burada T'nin ayerini 3 verib. Demək ki, tritiumdur da. O da eləyir 6. 1 vur 6. Bölürəm molların cəminə 2-yə. O da eləyir 4. İndi DH2-ni tapıram. DH2 bərabərdir 4 böl 2. D helyum bərabərdir 4 böl 4. 2 və 1 və salam. Deməli 9-da qaz qarışığım nədən ibarətdir? NH3-dən və H2-dən. Sonra proton sayını verib. İkisindən bir yerdə cəmi proton sayı 26-dır. 26 Na. Bu proton sayıdır. Və cəmi neytron sayını verib 14 Na. Qarışığın orta molyar kütləsi. Mən qarışığın orta molyar kütləsini tapmaq üçün ilk növbədə tapmalıyam ki, hərəsi neçə moldur. NH üçün 1 molundakı proton sayı və 1 molundakı neytron sayını tapıram. N-də 7-dir, hidrogendə 1-dir. Elədi 10 proton. 10 Na. H-da isə neytron sayı hidrogendə yoxdur, azotda 7-dir. Bu oldu 7. İndi keçdik H2-yə. H2-də 1 molunda proton sayı 2-dir, neytron sayı yoxdur, 0-dır. İndi baxın, hidrogenin neytronu yoxdursa, bu qarışıqdakı neytronlar nəyin neytronu olur? NH üçün. NH üçün 1 molunda neçə neytron var? 7. O zaman 14 neçə mol eləyir? 2 mol. NH üçümüz oldu 2 mol. Neytron bitdi. İndi keçirəm protona. Proton cəmi 26-dır. O 26-nın neçəsi NH3-dədir? NH3 2 mol oldu, eləmi? 1 molunda 10 proton varsa,
2 molunda 20 proton eləyir. Deməli 26-dan 20-si NH3-dədir. NH3 2 moldur. Yerdə qalır 6 proton. Mən də görürəm ki, hidrogenin 1 molunda 2 proton var. 1 molunda 2 proton. Bəs neçə molda 6 proton var? O da eləyir 3. Demək ki, hidrogen də götürülüb 3 mol. Mənim qarışığım nədən ibarət oldu? 2 mol NH3, 3 mol hidrogen. İndi qaz qarışığının molyar kütləsini tapın. Qarışığın molyar kütləsini tapaq. Düsturla M orta bərabərdir. 2 vur NH3-ün kütləsi, üstəgəl 3 vur hidrogenin kütləsi. Böl molların cəmi. 34, o da 6, 40. 40-ı da 5-ə böləndə eləyir 8. Bunu tapdıq. Sonra nə deyib? Bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır ki, alınan qarışığın orta molyar kütləsi 14 olsun. Çox gözəl. Orta molyar kütlə 14 olsun. Yazıram 14 bərabərdir. Bu qarışığın 1 moluna 1 vur 8. Bu qarışığın molyar kütləsi 8 oldu. 1 vur 8 üstəgəl. Neçə mol metan? X mol metan. X vur 16. Böl 1 üstəgəl X. Buradan həll eləyib X-i tapıram. Deməli, olacaq 14 üstəgəl 14x bərabərdir 8 üstəgəl 16x. 2x bərabərdir 6, x da eləyir 3. Deməli, 3 mol metan götürülməlidir. Bu da ikinci sualımız. Sonra gəlir bu. Şəklə baxıram ki, zəif közərmiş çubuq X turşusunda yanır. Biz bilirik ki, X turşusunda közərmiş çubuğu yandıran qatı nitrat turşusudur. Deməli, X turşusu qatı nitratdır. Kuprum ilə reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Kuprum üstəgəl HNO3. Alınır kuprum NO3 2 dəfə. Qatı nitratdırsa NO2 və su. Əmsallaşdırıram. 0-dan 2-yə gəlib, 2 elektron verib. Azot müsbət 5-dən 4-ə gəlib, 1 elektron alıb. Misin elektron sayı azota getdi, azotun elektron sayı misə gəldi və əmsallaşdırdıq. Bu belə. Bir də nədir? Deyir, N mol misin. N mol. X turşusu ilə reaksiyasından alınan qaz, yəni NO qazı. N moldan X mol NO alınıb, bilmirəm. Alınan qaz NO yox, NO2. Aha, yəni X mol NO2. 2 mol H2S ilə orta molyar kütlə 38 olur. Bunların kütləsi olur 38. N-i hesablayın. İndi mən birinci nəyi tapıram? 38 bərabərdir. Düsturda yerinə qoyuram. 46 NO2-nin molyar kütləsi. 46 vur X üstəgəl. 34 vur 2. Böl X üstəgəl 2. Eləyir 38X üstəgəl 76 bərabərdir. 46X üstəgəl 68. 38 bu tərəfə keçir. Olur 8X bərabərdir 8. X da bərabərdir 1. Demək ki, reaksiyadan 1 mol NO2 alınıb. N-i soruşur bizdən. Deməli, N mol mis daxil olanda 1 mol NO2 alınıb. Reaksiyadan da 1 mol mis daxil olub 2 mol NO2 alınıb. N eləyir 0,5 mol. Bu da ikincini tapdıq. Sonra 11-ə gəldik. Üzvü maddə X-dır. Elementlərin kütləsi karbon, hidrogen, oksigen. Deməli, X-in tərkibində nə var? Karbon, hidrogen, bir də oksigen var. Sonra mənə deyir ki, 0,2 mol X-da 4,8 qram karbon var. Mən 1 mol tapıram. 1 molda da X-dır. O da eləyir 24 qram karbon. Tez tapıram 24 qram neçə moldu? Bölürəm 12-yə 2 moldu. Sonra hidrogeni. Onda 2 molda, onda 4 mol hidrogen var.
Bəs 1 mol da nə qədərdir? X. O da eləyir 2 qram hidrogen. Hidrogenin atom kütləsi 1-dir. Tez bölürəm, tapıram 2 dənə hidrogen. Oksigen isə N verib. Sonra mənə şərtdə deyir ki, nisbi molekul kütləsi 90-dır. Mən bilirəm ki, ümumi 3 elementdən ibarətdir. 24 qram karbondur, 2 qram hidrogendir, x qram oksigendir və cəmi 90 qramdır. Oradan x-i tapıram 64 qram. 64-ü də bölürəm 16-ya, bu oksigendir. Eləyir 4 mol. Deməli, oksigen 4 moldur. Və mən X maddəsinin formulunu tapdım. Bu ikincidir. Məndən həm də M-i soruşur. Mən həm də öyrəndim ki, 1 molda 64 qram oksigen var. 0,2 molda da X. O da eləyir 12,8 qram oksigen. Oksigeni də belə tapdıq. Yəni M-i tapdıq. Bu M idi.